Bismillah. Salam, hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Əvvəlcə kanalıma abunə olub, bəyənməyi unutmayın. Bugün kələm turşusu hazırlayacağım. Kələm turşusu kanalımda var. Bunu başqa bir üsulla hazırlayacağım. Dəfnə yarpağı əlavə edirəm. Şüy toxumu. Acı istiot. Əvvəlcədən kələmə duz əlavə edib ovuşdurmuşam. Petruşka, bir də reyhan çöpü. Reyhan çöpü başqa bir dad verir turşuya. Soğan doğru əlavə edirəm. Bunları yaxşı qarışdırıb balonlara yığmışam. Videoda çox yer tutmaması üçün. Duzunu əlavə edirəm. Hər bankaya 2 qaşıq duz əlavə edirəm. Adi krant suyu. Qaynamış su əlavə eləmirəm. Adi su əlavə edirəm. Artıq turşumuz hazırdır. Bir həftəyə, 10 günə yemək olar. Hazırlayan hər kəsə indidən